İsrail və İran arasında artan gərginlik gözlənilməz şəkildə dayandırıldı. İsrail Baş nazirinin ofisi bəyanat yayaraq İranla atəşkəsin əldə olunduğunu elan edib. Bəzi media və nəşrlər sabitliyin əldə olunmasında ABŞ prezidenti Donald Trumpın vasitəçi olduğunu qeyd ediblər. NBC News telekanalında danışan Ağ Evdəki yüksək vəzifəli bir rəsmi bildirib ki, ABŞ prezidenti Donald Trumpın elan etdiyi İsrail və İran arasındakı atəşkəs rejimi İranın artıq müharibə istəmədiyini bildirməsi və Trumpın Netanyahu ilə telefon danışığından sonra mümkün olub. Mənbəyə görə Trump öz sosial platformasında İran sülhə hazır ola bilər məzmunlu paylaşım etdikdən dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayıb və ona belə deyib: "Artıq müharibə yoxdur, döyüş olmayacaq. İranlılar xeyli zəifləyiblər." NBC News-un məlumatına əsasən Trump İsrail tərəfi ilə danışarkən vitse-prezident James Vance, dövlət katibi Marco Rubio və xüsusi elçi Steve Witkoff birbaşa və dolayı yolla İrana ABŞ-ın atəşkəs istədiyini və onların buna razı olmalı olduqlarını çatdırıblar. CBC telekanalı da daha əvvəl Trumpın Netanyahu ilə, Vance, Rubio və Witkoffun isə Tehranla əlaqə saxladıqlarını bildirmişdi. NBC News əlavə edir ki, Trump Netanyahu ilə danışmazdan əvvəl Qətər əmiri ilə də danışıb. ABŞ prezidenti Donald Trump İsrail və İran arasında atəşkəsin başladığını Truth sosial platformasında bu şəkildə elan edib. Atəşkəs qüvvəyə minib. Xahiş edirəm, onu pozmayın. Vüsalə İskəndərova, Humay Cəfərova, Mira TV.